Yerli özünü idarə etmə orqanlarına keçirilən seçkilərdə Lelo Güclü Gürcüstan Partiyası Marniulidə seçki baryerini keçib. Xəbər portalımızın suallarını cavablandıran partiyanın Köymo Kartlı üzrə nümayəndəsi Aqil Mustafayev ilk öncə 4 oktyabr tarixində baş tutan seçkiləri dəyərləndirib. Bizim regionumuzda seçkilərin hansı hala gətirildiyini artıq ictimaiyyət daha yaxşı bilir, daha yaxşı dərk edir. Bizim xalqımız bilirlər ki, bu hakimiyyət bu seçkilər adı altında özlərini sadəcə biabır etməklə məşğuldurlar. Çünki məntəqələr gördükdüyündən hansılar ki, 1750, 1600 səslər var. Mən bunların hamısını həmin məntəqələrdə gün ərzində bizim əlimizdə video kadrlar var ki, cəmi heç 300 nəfər belə gəlməyib. Və seçkilərin nəticələri əlbəttə ki, saxtakarlıqla 95% özlərinə səs yazıblar, yayıblar, düzəldiblər, nə ediblər, onlar özlərinin etdiyi işlərdir. Mən özümüzün və mənim adımdan və eyni zamanda partiyamızın adından o 4000-ə yaxın insana buradan təşəkkürümü bildirmək istəyirəm ki, baxmayaraq ki, aylarla onlara qarşı təzyiqlər, onun insanlara qarşı külli miqdarda məbləğlər təklif etmək və s. Bunların hamısına baxmayaraq bu 4000 insan seçkilərə çıxaraq məhz Lelo Güclü Gürcüstan Partiyasına dəstək oldular, səs verdilər. Aqil Mustafayev qeyd edib ki, bütün baş verən qanun pozuntularına baxmayaraq, təmsil olunduqları partiya Marniulidə 3417 səs, yəni 7,14% səs toplayaraq seçki baryerini keçib. Bizim burada bütün seçkilərin saxtalaşdırılmağına baxmayaraq vətəndaşlarımızın istəyi nəticəsində bizim koalisiyamız, bizim partiyamız əlbəttə ki, seçki baryerini keçib və hal-hazırda bununla bağlı Mərkəzi Seçki Komissiyasının xüsusi olaraq belə bir qərarı yoxdur ki, hər hansı partiyadan neçə nəfər bələdiyyə üzvlüyünə daxil olub, amma bariyeri keçən hər bir partiyanın bələdiyyə üzvlüyündə nümayəndəliyi olacaq. Bunu artıq biz indiki vəziyyətdə bilirik. Mustafayev həmçinin ötən gün Tbilisidə baş verən etiraz aksiyalarını da şərh edib. O, bütün baş verənlərdə hakimiyyəti günahlandırıb. Ümumiyyətlə, Gürcüstan vətəndaşlarının hər birinin mübarizəsi, hər birinin hakimiyyətə qarşı bugünkü bu saxtakar, xalqın istəkləri üzərində qurulmayan hakimiyyətə qarşı hər bir Gürcüstan vətəndaşının atdığı addımları biz dəstəkləyirik. Çünki hakimiyyətə qarşı mübarizə aparmaq metodu elə bizim özümüzün də bu prosesdə hakimiyyətə qarşı mübarizə aparırdıq. Gürcüstan vətəndaşları istənilən bir vəziyyətdə, hər bir vəziyyətdə Gürcüstan vətəndaşlarının başqa bir yolları qalmayıb artıq. Çünki bu hakimiyyət bu vətəndaşları o qədər sıxıb, o qədər ümidsizliyə aparıblar ki, artıq vətəndaşlar öz canlarının hesabına belə hakimiyyətə qarşı mübarizə aparırlar və dünən də bunun bir nümunəsi idi ki, insanlar bu hakimiyyətdən, bu rejimdən, hətta bu prezident institutundan o dərəcədə beziblər ki, o dərəcədə bunlara qarşı gedirlər ki, bizim vətəndaşlarımız onlara qarşı məsələ fiziki olaraq da mübarizəyə qalxıblar. Çünki hakim partiya bizim Gürcüstan vətəndaşlarının böyük əksəriyyətinə bugün sadəcə siyasi və psixoloji təsir göstərmir, eyni zamanda fiziki təsir göstərir və bunun qarşısında da vətəndaş da məcburdur ki, qarşılıq verməlidir fiziki təzyiqlə.